Salam, hər vaxtınız xeyir olsun əziz və dəyərli izləyicilər. Ramiz Mehdiyevin Rusiyaya zəngi Dövlət Təhlükəsizlik Xidmətinin yeni gizliləri açması ilə bağlı bir material var, araşdırma yazısı. Həmin məlumatı diqqətinizə çatdırırıq. Deməli, Prezident Administrasiyasının sabiq rəhbəri, Armeniyanın sabiq prezidenti və akademik daha doğrusu sabiq akademik deyib buna, Ramiz Mehdiyevin cinayət işi ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin ötən gün yaydığı açıqlama və video sübutlar, səs yazıları bir çox mühüm məqamlara aydınlıq gətirilməsi baxımından önəmli oldu. Mərkəz TV Axaraza istinadən xəbər verir ki, ictimai sualların əhəmiyyətli qismi xüsusilə dünənki görüntülərlə cavablandı. Qurulan plan, onun işləndiyi, yayıldığı nəşriyyat, məkan, kuryerlər, külli miqdarda nağdlaşdırılmış vəsait və bu vəsaitin axınında iştirak edənlər. Bunları hər kəs görə bilər. Görünməyən və yaxud da cəmiyyətə ötürülən iki mesaj daha var. Birincisi, Fuad Qəhrəmanlının etirafı. 2020-ci ilin iyulun hadisələrində ifadə verən Fuad Qəhrəmanlının etiraflarının uzun müddətdir ki, davam edən dövlətə xəyanət prosesinin tərkib hissəsi kimi istintaq proseslərində istifadə edilməsi ayrı məsələdir və bunun qiymətini peşəkarlar verə bilər. Ancaq mənəvi planda bu görüntü, video Fuad Qəhrəmanlının Əli Kərimliyə qarşı səmimi etirafı əslində bu qurumda heç bir intellekt, düşüncə, ideologiya, əqidə, uzaqgörənlik olmadığını tam sübutudur. Fuad Qəhrəmanlının timsalında bir daha təsdiqləndi ki, uzun illər öncə iflasa uğrayan bu siyasi təşkilat tam degradasiyaya uğrayıb və burada mübarizə hansı yollasa asan qazanc əldə etmək və yaxud da mümkün olmadıqca xaricə sığınıb, siyasi sığınacaq alıb, müftə yaşamaqdan başqa bir şey deyil. Və yaxud da bu qurum istənilən anda isə həvəslə bir-birini ittiham etməyə qadir olan günahı bir-birinin üstünə atmağa hazır və bir-birinə qarşı sözümə görə üzr istəyirəm, işverənliyi rahatlıqla bacaran bir neçə nəfərin şəxsi maraqlar üzərindən müvəqqəti izdivacıdır. Tam iflasdır, tam süqutdur. Görəsən, Dövlət Təhlükəsizlik Xidmətində daha hansı etiraflar var və burada bir haşiyə çıxıb bildirmək istəyirəm əziz və dəyərli izləyicilər ki, Fuad Qəhrəmanlının keçən gün həmin görüntülərlə bağlı verdiyi açıqlamasında da özünü bir növ ifşa etmiş oldu və etiraf elədi ki, bəli, o görüntülərdə mənəm. Daha sonra isə onu müəyyən yollarla, müəyyən formada başqa bir istiqamətə yönləndirmək, bu xeyriyyə məqsədli idi və s. və ilaxır. Bunlar artıq heç kimin, yəni həqiqətən də siyasi anlamda anlayışı olan heç kimin inanmayacağı məsələlərdir. Və həmçinin də özünüz də bilirsiniz ki, o görüntülərdən sonra Fuad Qəhrəmanlı həbs edilmişdi və necə oldusa Fuad Qəhrəmanlı azadlığa buraxıldı. Deməli, bunların arxasında hər zaman Ramiz Mehdiyev kimi bir güc dayağı var idi və zaman-zaman hər dəfəsində Azərbaycan Xalq Cəbhəsinin və onun fəallarının iştirakını görmüşük və hər dəfəsində ağır cinayətlər törətmələrinə rəğmən yenidən necə olursa onlar hər dəfəsində həbs müddəti başa çatmamış azadlığa buraxılıblar. Keçək Ramiz Mehdiyevin görüntüsünə və bu faktora. Ramiz Mehdiyevin evindən görüntülər olduqca qısa idi. Ancaq bu video belə onun üzünün Dövlət Təhlükəsizlik əməkdaşlarının önündə göy qurşağına döndüyünü müşahidə etməyə kifayət etdi. Yeni rəngi yalnız saralmamış, solmamış, ağarmamış 7 rəngə çalırdı. Bəlkə də İlk dəfə bu dərəcədə dəhşətli qorxu hissi keçirirdi. 35 il öncə Sabir Rüstəmxanlının küçədə qucaqlayıb dolana bilmədiyini, çörək almağa imkanı olmadığını deyən Ramiz Mehdiyevin yalnız evindən nağd şəkildə 17 milyon dollar pul çıxıb. Yəni təsəvvür edirsiniz. Bu vəsaiti niyə nağdlaşdırıb villasına yığmışdı? O, bu qədər böyük məbləği nağdlaşdırmağın dövlət xüsusi xidmət orqanlarının əlavə sübut verdiyinin fərqində deyildimi? Fərqində idi. Bəs niyə buna cəsarət edirdi? Burada çox maraqlı məqama toxunulub. Ramiz Mehdiyevin
Rusiyaya zəngi ilə bağlı da əlavə bir məlumat verilib həmin yazıda və mən də qeyd eləmək istəyərdim dəyərli izləyicilər ki, Ramiz Mehdiyevin həqiqətən də buna cürət eləməsi, bunu evində saxlaması, ona nağd şəkildə vəsaitin lazım olması, ölkədəki yeni siyasi proseslərdə yenidən hər hansısa bir çaxnaşmaların yaradılması idi. Təbii ki, hamımız bilirik ki, Ramiz Mehdiyev kimi ölkənin hər yerinə caynağını atmış bir insanın 17 milyon dolları yox, bəlkə də 17 milyardı var. Və bütün bunların fonunda o vəsaitin nağdlaşdırılması, vəsaitin evdə saxlanılması və digər kuryerlər vasitəsilə, axı orada Dövlət Təhlükəsizlik Xidməti yaydı, digər kuryerlər vasitəsilə müxtəlif şəxslərə göndərilməsi də bu günləri Azərbaycandan xaricdə fəaliyyət göstərən və Azərbaycan dövlətini və dövlətçiliyini birbaşa hədəf almış həmin o şəxslərin maliyyələşdirilməsi istiqamətində istifadə olunur deyə düşünürəm. Və Ramiz Mehdiyevin Rusiyaya zənginin üzə çıxardığı həqiqətlər də heyrətamizdir. Ramiz Mehdiyev Rusiya xüsusi xidmət orqanlarının Rusiya Elmlər Akademiyasındakı kuratoruna zəng eləyir, ancaq Azərbaycanca salam verir. Rusca danışmağa başlayanda isə məlum olur ki, bunun güclü ləhcəsi var. Moskva Dövlət Universitetinin Fəlsəfə Fakültəsinin aspirantı olub. Rusiyada oxuyub, 4 il orada yaşayıb, namizədlik işini burada yazıb. Müdafiə edən şəxs də bu qədər ləhcə ilə danışa bilərmi? Digər tərəfdən Rusca Ramiz Mehdiyev ana dili olmaya bilər, ancaq ailə dili olmalıdır. O, Gürcü olduğunu bildirən xanımı ilə ailədə məgər Gürcü dilində danışır. Bu fakt sübut elədi ki, Ramiz Mehdiyevin doğrudan da savad və intellekt baxımından ciddi problemləri var və onun saysız hesabsız əsərlərinin müəllifi ilə özü deyil. O, hər yerdə sadəcə istismarçı olub və burasında həqiqət var. Nəinki Ramiz Mehdiyev və adlarını bildiyim bir çox özünü elm xadimi kimi göstərən şəxslər var ki, onların əsərlərini belə özləri yazmayıblar. Dövlət Təhlükəsizlik Xidməti Ramiz Mehdiyevin yalnız 3 zəngini yayıb. Biri Rusiyanın Elmlər Akademiyasındakı FSB kuratoru, digəri ikisi isə Azərbaycanlı kuryerlər. Bu da təsadüfi deyildir. Ramiz Mehdiyevin sözün hər mənasında boyunu göstərirdi. Bu balacanın, yəni tırnaq içərisində balaca boyun sözü yalnız FSB-nin Rusiyanın Elmlər Akademiyasındakı kuratoruna, yəni qərar vermə qabiliyyəti olmayan şəxsə çata bilir. Halbuki, Amerika prezidenti olarkən Rusiya xüsusi xidmət orqanlarının rəhbər heyətinin kabinetində təmtəraqla qəbul edilirdi. Halbuki, prezident aparatının rəhbəri olarkən FSB-nin rəhbərliyi ilə vaxtaşırı danışır və görüşürdü. Həmin o səs yazısından özümüz də gördük, dəyərli izləyicilər, ki, Ramiz Mehdiyevi necə yola verdilər və o danışan insan da ondan çox qısa danışdı və bir balaca da hörmətsiz danışdı həmçinin. Ramiz Mehdiyevin köməkçisi ilə danışmağa cəhd edəcəyi və yaxud da post göndərəcəyini bildirməsi əslində hansı boyda olduğunu göstəricisidir. O, heç kəsə birbaşa zəng eləyə bilmir. Halbuki edirdi. Prezident aparatının rəhbəri olanda dövlət telefonu və yaxud da AMİA'nın dövlət nömrəsi ilə. Ramiz Mehdiyev səhv hesablayıb dövlətin kölgəsini öz kölgəsi sayıb. Qəribədir. Ramiz Mehdiyev kuratora planları barədə ürəyini açır, qarşı tərəf isə inadla bu sizin daxili işinizdir deyə qoca akademiki başından eləməyə çalışır. Hamı ilə açıq danışır, Azərbaycanlı kuryerlərlə də. Daha bir cəsarətmi? Bu, yalnız pulun verdiyi güc, cəsarət deyil, həm də Rusiya FSB-sinin özünü təslim etməyin yanlış əminliyidir. Hər zaman belə yaşayıb. İntriqalar, daxili gərginlik, ölkə içində düşmən ovlama, Rusiya xüsusi xidmət orqanına söykənmə, onun göstərişlərinə əməl etmə və sığorta. Ramiz Mehdiyevin azacıq düşüncə və qabiliyyəti olsaydı, anlayardı ki, köməkçi ilə danışmaq səviyyəsində belə deyilsə, artıq silinib və yoxdur.
Əvəzində Mehdiyev inad edir. Açıq telefonla öz aləmində qəsdən o cür sözlərlə Azərbaycan hakimiyyətinə mesaj ötürür. Ondan qorxulması gərəkdiyini, onunla hesablamalı olduğunu, lazım olduğunu çatdırır. Bu buyruq qulu olan qoca ilə zənn edir ki, Amiyadakı hissəsini davam etdirsə, ona heç nə etmədilərsə, bütün yaramazlıqlarına rəğmən ona qocalığına təmtəraqlı vida mərasimi ilə başa vurulmasına şərait yaradıldısa, bu FSB-nin xidmətidir, amma yox, əksinə. Bu körəfəm, savadsız, intelleksiz, siyasi savadı, əqidəsi, etibarı, ideologiyası olmayan qoca Ramiz Mehdiyev bilmir ki, bu bütün proseslər onun hesabladığı kimi getməyə bilərdi. Və daha bundan sonra məncə əmin oldu. Yer gəlmişkən Ramiz Mehdiyevə adı çəkilənlərin epitetləri necə də oxşardı. Yalnız qoca fərqlidir. O da fiziki anlamda. İctimai anlamda isə siyasi meyitlərin yaş fərqi olmur.